Bilirsiniz, əvvəl mənim yadımdadır, biz belə də, indi hal-hazırda məhəllələrdə belə şey yoxdur, amma əvvəl məhəllələrdə belə futbol oynayırdılar, yerlər var idi xüsusi, hansı ki futbol oynayırdılar. Biz orada oynayanda yadımdadır ki, mən həddindən artıq tez yorulurdum. Bəli. Məsəl üçün tuta bilmirdim. Gördüm uşaqlar məsəl üçün bütün şey bu oynayırlar, mən tez yoruluram, sıradan çıxıram. Başa düşmürdüm nəyə görə. Sonra bir-iki dəfə oynayandan sonra özdə aşağı hissədə, mədə hissəmdə ağrılar başlayırdı yaranmağa. Düzgün nəfəs almamışsınız heç vaxt. Ağrılar yaranırdı. Sonra orada uşaqlardan öyrəndən sonra ki, yox, sən ağızla nəfəs alsan, çox oynaya bilməyəcəksən. Buruna keç. Mən də prosta fikirləşməyə çalışıyorum, bunu mən necə nəfəs alım burnumdan? Qaça-qaça burunla nəfəs almaq olar. Yəni elə bir təsəvvür yaranırdı. Nəfəs alıb vermək lazımdır. Sən demə, amma sonra onu tətbiq eləyəndə gördüm, nəinki yarım saat, 1 saat, nə qədər istəyirsən oynamaq olar.